İbrahim Zavroğlu. Reenkarnasiya nedir? Reenkarnasiya ruhun bir neçə dəfə bədəndə, bir neçə bədəndə dünyaya gəlməsidir. Yəni insan vəfat eləyir, ruh başqa bədənə daxil olur, gəlir yenidən həyatda yaşayır, yenə vəfat eləyir, ruh başqa bir bədənə daxil olur. Məşhur Yunan alimi, filosof Əflatun nəzəriyyəsi var. Əflatunun nəzəriyyəsinə görə insan vəfat eləyəndən sonra ruh başqa bir bədənə daxil olur və dünyaya gəlir, yaşayır, yenə vəfat eləyəndən sonra bu sonsuzluqla davam eləyir. Yəni başqa bir bədənə, yenə başqa bir bədənə, amma müasir elm və İslam bunu inkar eləyir və bunun möhürün vurur. Yəni bu söz, bu fikir miad konsepsiyasının ziddinədir. Yəni əgər bir ruh başqa bir bədənə, başqa bir bədənlərə daxil olub yenidən dünyada yaşayacaqsa, qiyamətin günündə insanlar qəbirlərdən duranda hansı bədəndə məhşərə gələcək? Yəni bir ruh 5 bədənə ki daxil ola bilməz. Bir ruh bir vücuda daxil olar, qəbirdən ki insan durdu, İza zulzilətil ərzu zilzaliha, elə ki yer lərzə elədi, zəlzələ elədi və əşrəqətil ərzu əsqaliha, torpaq öz ağır olan yüklərin atacaq bayıra, bərzəx o daxil olan ruhları oradan bıraxacaq, xaric eləyəcək, ruh gələcək, daxil olacaq öz cisminə və məhşərə hazır olacaq. Ona görə də bu fikir qəbul olunmur.